Düşünürəm ki, artıq müzakirəyə başlaya bilərik. Siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Əhməd bəy, bu məsələlərdə İsrailin mövqeyi hazırda ən çox maraq doğuran məqamlardandır. Çünki İsraillə Amerika Birləşmiş Ştatları arasında müəyyən fikir ayrılıqları biraz da dərinləşir. Düzdür, İsrail deyir ki, biz hər an müharibəyə qoşulmağa hazırıq və əlavə edirlər ki, nə dərəcə faydalı olacaq, bunu tam olaraq bilmirlər, amma ən azından Amerika Birləşmiş Ştatlarını bu məsələdə dəstəkləməyə hazır olduqlarını, həmçinin əlbəttə ki, öz məqsədlərini yürütməyə bir növ hazır olduqlarını bəyan edirlər bununla da. Bu məsələdən danışsaq, son günlərdə İsraildən gələn açıqlamalar və Amerika Birləşmiş Ştatlarının buna verdiyi reaksiyalar bizə hansı mənzərəni əslində göstərir? Ümumiyyətlə, bu müharibənin, İranla müharibənin elə mərkəzində İsrail faktoru dayanır. Kökündən yanaşsaq, ABŞ-ın İranla, İranın ABŞ-la elə bir fundamental bir ciddi problemi yoxdur. Əsas məsələ yaxın şərqdə İsrailin təhlükəsizliyi məsələsi. İsrail öz torpaqlarını genişləndirmək istəyir və buna qarşılıq olaraq da təbii ki, İranı öz qarşısında əsas təhlükə kimi görür. İran da yaxın şərqdə öz proksi qüvvələrini İsrailə qarşı dəstəkləyir və nüvə araşdırmasını, nüvə silahı əldə etmək üzrə fəaliyyətini davam elətdirir ki, bu artıq böyük qlobal bir problemə çevrilib və ABŞ-İsrail münasibətlərini, strateji əlaqələri nəzərə alsaq, ABŞ istər-istəməz bu müharibəyə cəlb olunub. Trump hakimiyyətə gələn ilk gündən çalışırdı ki, birbaşa bu müharibəyə cəlb olunmasın. Bununla bağlı Səudiyyə Ərəbistanında, Omanda, daha sonra Pakistanda danışıqlar baş tutdu. Müəyyən fundamental məsələlər üzrə razılıqlar əldə olundu. Hətta İran bəzi öhdəlikləri də üzərinə götürmüşdü. ABŞ da müəyyən razılaşmalara gəlmişdi. Amma yenə son anda İsrail faktoru, İsrailin belə deyək də, yəni müəyyən addımları bu razılaşmaları pozdu və Əli Xamneyinin dəfn mərasimi və bu dəfn mərasimi ərəfəsində və sonrasında verilən açıqlamalar son ABŞ-İran razılaşmalarını da pozdu ki, ABŞ növbəti dəfə İrana qarşı hərbi əməliyyatlara başladı və İran da Hörmüz boğazından keçən bəzi gəmilərə hücum etməklə və xüsusən də parlamentin spikeri Qalibafın deməyi ki, Hörmüz boğazı İranın şərtləri ilə açıla bilər. Bu artıq dünya hegemonluğuna iddialar deməkdir. Bu baxımdan heç bir halda ABŞ bu şərtləri qəbul edə bilməz. Hörmüz boğazı beynəlxalq sular sayılır və Hörmüz boğazının bir ölkə tərəfindən mənimsənilməsi, milliləşdirilməsi beynəlxalq ticarəti və enerji təhlükəsizliyini ciddi şəkildə təhdid edir və bu baxımdan bu Ağ Evdə bunu şillə əməliyyatı kimi qələmə verirlər, adlandırırlar qeyri-rəsmi. Yəni İrana bir şillə cavabıdır ki, İran danışıqlarda daha rasional, daha kompromisli mövqe tutsun. Düşünmürəm ki, bu əməliyyatlar uzun müddətli davam edəcək. Bu ABŞ-İran danışıqlarında İranı müəyyən güzəştlərə getməyə məcbur etmək üçün qısa müddətli hərbi əməliyyatlarda. Amma təbii ki, sizin dediyiniz kimi İsrail çox istəyir ki, bu əməliyyatlar uzun bir əməliyyatlar olsun. Hətta yeni ölkələr də buna qoşulsun. NATO alyansı bu İrana qarşı əməliyyatlara qoşulsun ki və nəticədə sonda İranın məğlubiyyəti ilə bitsin. Həm də danışıqlar prosesində qət edilən yol sanki heç olur və yenidən o yolu getməyə çalışırlar. Əslində heç olmur. Müəyyən razılaşmalar əldə olunub. İranın heç bir halda nüvə silahı əldə etməyəcəyi ilə bağlı və zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması ilə bağlı artıq razılaşmalar əldə olunub. Görünür, Hörmüz boğazı ilə bağlı və yaxın şərqdə proksi qüvvələri dəstəkləməklə bağlı bəzi məsələlər üzrə razılıq əldə olunmayıb ki, tərəflər belə silah əl atırlar, hərbi əməliyyatlara əl atırlar və bəzi mənbələrin bildirdiyinə görə bu atəşkəs dövründə İran da boş dayanmayıb. Özünün dron və raket arsenalının hardasa yarısını bərpa eləyə bilib. Görünən odur ki, İran da Amerikada hər zaman müharibə variantını gündəmdə saxlayırlar. Paralel olaraq danışıqlar davam etdirilir, müəyyən maksimal güzəştlər əldə etməyə çalışırlar.
arxa cəbhədə də öz arsenalını gücləndirir, hərbi əməliyyatlara hazırlıq davam edir ki, belə hücum olan təqdirdə İran da buna cavab olaraq Körfəz bölgəsində ABŞ-a məxsus hərbi bazaları ötən gün bombalayıb. Bu bir neçə gün davam edəcək bu hərbi əməliyyatlar. Düşünmürəm ki, daha geniş miqyas alsın. Tərəflər bir-birinə əzələ nümayişi etməyə çalışırlar, müəyyən danışıqlar masasında öz mövqelərini gücləndirməyə çalışırlar. Bir məsələ də istəyərdim ki, müzakirəyə çıxardaq. İran ərəb ölkələrini hədələyib, Birləşmiş Ərəb Əmirliklərinin xüsusilə də burada adını çəkib və deyib ki, həm də logistik dəstək göstərib, təkcə öz bazalarının istifadəsinə icazə verməyib. Yəni, Amerika Birləşmiş Ştatlarına məxsus olan bazalardan istifadədən söhbət getmir təkcə. Birləşmiş Ərəb Əmirliklərinə yönələn bu sərt mesajlar vəziyyəti daha da kritikləşdirə bilərmi? Onsuz da bilirik ki, ərəb ölkələri ilə İran arasında hazırda narazılıqlar var. Bu narazılıqlar müharibə davam etdikcə biraz da dərinləşir. Amma sırf Birləşmiş Ərəb Əmirliklərinə yönələn konkret bu mesajların arxasında dayanan nüansları istəyərdim danışaq. Ümumiyyətlə, heç kimə sir deyil ki, ABŞ-ın Körfəz ölkələrində ciddi hərbi bazaları var və bu ikili razılaşmalara görə həmin ölkələrin təhlükəsizliyini, müdafiəsini təmin etmək məqsədi ilə bir zamanlar qurulmuşdu. Amma görünən odur ki, son müharibə göstərdi ki, bu hərbi bazalar İrana qarşı radiolokasiya sistemləri və havadan müdafiə sistemləri, koordinatların ötürülməsi, kəşfiyyat xarakterli fəaliyyəti var ki, İran da bunu artıq təsbit edib. Ona görə elə İrana edilən ilk hücumlara cavab olaraq İran Körfəz bölgəsində həmin o radiolokasiya sistemlərini Qətərdə ən böyük radiolokasiya sistemi var idi ki, 1 milyard ABŞ dolları dəyərində onu sıradan çıxardı. Daha sonra Körfəz ölkələrindəki ABŞ hərbi bazalarını sıradan çıxardı. Artıq elə müharibənin ilk həftələrində ABŞ öz canlı qüvvəsini o hərbi bazalardan çıxarıb və hərbiçilər gah evlərdə, gah otellərdə gizlənmişdilər. İran bundan sonra da həmin ölkələrin özlərinin milli hərbi bazalarına hücumları davam elətdirdi və belə iddia elədi ki, həmin ölkələr öz hərbi potensialından da İrana qarşı istifadə edirlər. Bu baxımdan hətta İranda Birləşmiş Ərəb Əmirliklərini ikinci İsrail dövləti də adlandırırlar. Ona görə həmin Körfəz ölkələrinə hücumlar davam edir və son dəqiqə məlumatlarına görə hətta Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, hətta Türkiyə bu dəqiqə ABŞ, İran bu qarşı durmasının azaldılması üzrə müəyyən səylər ortaya qoymağa çalışırlar. Çünki bu müharibə ilk növbədə İrana ən böyük zərbə vurursa, ziyan vurursa, ikinci növbədə Körfəz ölkələri böyük ziyan çəkir. Artıq Körfəz ölkələrinin turizm potensialı dünyada sıfıra enib, heç bir cəlbediciliyi yoxdur. Hörmüz boğazından keçid mümkünsüz olduqda Körfəz ölkələri özlərinin ən böyük belə deyək, gəliri neftdən, qazdan idi ki, o məhz Hörmüz boğazından keçməklə dünya bazarlarına çıxırlar. Bugün Körfəz ölkələri çox çətin iqtisadi, siyasi və sosial vəziyyətdədirlər. Bu baxımdan onlar ilk günlərdə istəyirdilər ki, qısa bir müddətdə İran məğlubiyyətə uğradılsın, amma İran müqavimətini davam elətdirdikcə artıq bu müharibənin Körfəz ölkələrinin özünə ciddi ziyan gördüyünü hiss edirlər onlar günlük həyatında. Ona görə istəyirlər ki, qısa bir müddət ərzində bu müharibə dayansın. Bu müharibəni ən çox istəyən təbii ki, İsraildir. İsrail bir bənalı şəkildə İran məsələsini qapatmaq istəyir, özünə qarşı təhdid olaraq görür. Hətta NATO Ankara samitindən sonra Ərdoğanın əvvəllər verdiyi açıqlamalar və bugün də baş nazir Netanyahunun həyəcanlı şəkildə narahatlıqla Trumpa zəng edərək Türkiyə ilə bağlı narahatlığını ifadə eləməsi onu göstərir ki, artıq yaxın şərqdə təkcə İran məsələsi deyil. Bugün İsrail özünün milli təhlükəsizliyinə növbəti təhdid kimi Türkiyəni görür. Və NATO Ankara samiti də bir daha Türkiyənin həm NATO alyansında, həm Türk İslam dünyasında bir daha yüksəlişini göstərmiş oldu. Görünən odur ki, bu yaxın şərqdə məsələ hələ uzun müddət davam edəcək. Təkcə İranla bu yekunlaşmayacaq. Digər tərəfdən İran da öz müdafiə qabiliyyətini, müqavimətini davam elətdirir və hələ də İran liderləri, generalları bildirirlər ki, Əli Xamneyinin intiqamı, qisası tam şəkildə alınmayıb. Bu mübarizə davam edəcək və onun dəfn mərasiminə 10 milyonlarla insanın qatılması onu göstərir ki, ABŞ və İsrailin İrana qarşı hücum əməliyyatları İranda parçalanmaya, vətəndaş qarşıdurmasına deyil,
xüsusən də Xamneyinin öldürülməsindən sonra birliyə, həmrəyliyə gətirib Bəlkə də Amerika Birləşmiş Ştatlarının elə istəyi də bu olub ki, ölkə tamamilə parçalanmasın. Yəni, ölkə daxilində müəyyən narazılıqların olduğu əvvəlcədən bəlli idi və Əli Xamneyinin öldürülməsinin mümkün nəticələri də hesaba alınmışdı hər iki kəşfiyyat tərəfindən. Sizin fikrinizcə məqsədli şəkildə bu proseslər bu şəkildə aparıldı? Əslində, Əli Xamneyinin öldürülməsi böyük bir səhv idi. Əvvəllər İran ali dini liderinin var olması İranla müəyyən danışıqlarda bir çıxış yolu buraxırdı. Əslində, Trump özü də deyirdi ki, danışa biləcəyimiz hamını bəli, yəni artıq indi danışa biləcək bir şəxs də yoxdur. Bilinmir İranı real həyatda kim idarə edir və liderləri, siyasi şəxsləri sıradan götürməklə İranın müqavimətində heç bir geriləmə baş vermədi. Əksinə, planlı şəkildə daha güclü, daha dəqiq hədəfləri vurma qabiliyyəti var. Hətta ABŞ-a məxsus F-16, F-15 qırıcı təyyarələrinin İran səmasında vurulması onu göstərir ki, İran havadan müdafiə sistemlərini Çindən, Rusiyadan aldığı silahlarla daha ciddi şəkildə qorumağa davam edir. Ümumiyyətlə, ABŞ-ın planında yox idi ali dini lider Əli Xamneyinin öldürülməsi. Bu, İsrailin Vaşinqtonla məsləhətləşmədən atdığı bir düşünülməmiş addım idi ki, bunun artıq geri dönüşü olmayan bir fəsadı var. Artıq bugünkü şərtlərdə nələr, hansı addımlar atılmalıdır, ABŞ o üzərində düşünür və bu baxımdan Vaşinqton və Tel-Əviv arasında bir fikir ayrılığı var. Zaman-zaman gərginlik yaşanır. Çünki hər dəfə ABŞ-la İran arasında müəyyən danışıqlar, razılaşmalar əldə olunanda İsrailin düşünülməmiş atdığı hansısa bir addım bütün prosesi pozur. Hətta xatırlayırsınızsa, Pakistan nümayəndə heyəti Cenevrədə ABŞ-İran danışıqlarında iştirak edərkən İsrail Mossad Kəşfiyyat Xidməti Pakistanın baş qərargah rəisi General Asim Muniri qətlə yetirməklə bağlı planı ortaya çıxmışdı ki, bu ümumiyyətlə məsələni İran miqyasında daha böyük İslam dünyasına daşıya bilərdi. Pakistan nüvə silahına bir sahib ölkə idi, dərhal İsrailə cavab verəcəkdi. Bu artıq qarşısı alınmaz bir fəlakətə çevrilə bilərdi. Bu baxımdan bugün Vaşinqton və Tel-Əviv arasında müəyyən razılaşmalar var. Görünən odur ki, Prezident Trump İsrailə bir qədər yerini göstərə bilib. Bu baxımdan İsrail rəsmilərinin bildirməyi ki, əgər Amerika istəsə biz bu əməliyyatlara qoşula bilərik, onu göstərir ki, artıq ABŞ-dan ciddi bir təpki var İsrailə qarşı. Heç bir halda məsləhətləşmədən, bizim icazəmiz olmadan tək başına addımlar atılmasın. Ona görə hələ ki, İrana qarşı ABŞ ordusu tək mübarizə aparır. Əgər görsə ki, proses uzanır, NATO alyansını buna cəlb eləməyə çalışacaq. Elə Ankara samitində də baş katib Rutte bildirdi ki, NATO alyansı İrana qarşı xüsusən də Hörmüz boğazının açılması istiqamətində əməliyyatlara qoşula bilər. Təşəkkürümüzü bildiririk. Minnətdarıq sizə Əhməd bəy studiyamıza gəldiyiniz üçün. Dəyərli izləyicilərimiz, yeri gəlmişkən CNN də yazır ki, Amerika Birləşmiş Ştatlarına İrana yeni zərbələr endirməyə hazırdır, lakin diplomatiyaya üstünlük vermək istəyir. Bir tərəfdən verilən açıqlamalarda qeyd olunur ki, ümumiyyətlə danışıqlar da aparılır. Yəni bu müstəvidə danışıqlar tam olaraq dayandırılmıyor. Biz də çalışdıq ki, müzakirə aparaq, proseslərin sonraki mümkün nəticələri ilə bağlı şərhlər təqdim olundu. Bizim çatdırmaq istədiyimiz bunlardan ibarət idi. Görüşərik.